Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Şirvan Apellyasiya Məhkəməsində sosial şəbəkədə müğənni Vəfa Şərifovanı təhqir etdiyinə görə barəsində xüsusi ittiham qaydasında qərar çıxardılmış Arzu Məmmədovanın apellyasiyaya şikayətinə baxılıb. Xəbər verilir ki, hakim Cavid Sultanov sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən apellyasiya şikayəti təmin edilməyib. İttihama görə Arzu Məmmədova 2024-cü ilin noyabr ayında TikTok platformasında Zuzu Muzisiyev adlı hesabla Vəfa Şərifovanı təhqir edib. Xocavənd rayon məhkəməsinin qərarı ilə Arzu Məmmədova Cinayət Məcəlləsinin 108-ci təhqir maddəsilə təqsirli bilinərək 480 saat ictimai işlərə cəlb olunub. Daşkəsəndə sakin dərmandan zəhərlənib. Xəbər verilir ki, rayon sakini 1977-ci il təvəllüdlü şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilir, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə qadın yaşadığı evdə dərmandan zəhərlənib. Onun hansı şəraitdə zəhərlənməsi hələlik məlum deyil. Faktla bağlı araşdırmalar aparılır. Əlavə məlumat veriləcək.